Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, İbn Rəcəb rahimehullah buyurur ki, Əl-hədisul xamsun. 50-ci hədis. Deməli, bu hədis, bu oxuduğumuz kitabın sonuncu hədisidir. İmam Nəvavi rahimehullah 40 hədisi cəm eləyib, 42 dənə hədis yazıb, sadəcə yuvarlaqlaşdırıb 40 hədis demişdi. Və İbn Rəcəb rahimehullah bu hədislərə 42 8 dənə də əlavə elədi. Oldu 50 dənə hədis. Bu bizim oxuduğumuz hədis də həmən İbn Rəcəb rahimehullahın əlavəsi ilə bərabər idi. İndi biz bugün həmən o hədislərin sonuncusunu oxuyuruq. An Abdillah ibn Busr qala atan nabiyyə sallallahu alayhi və səlləm raculun. Abdullah ibn Busr radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu alayhi və səlləmə yanına bir kişi gəldi. Peyğəmbər sallallahu alayhi və səlləm yanına bir kişi gəldi. Fəqal, ya Rasulullah, deyir ki, ey Allahın elçisi, İnnə şəra'əl İslam qad kəsurat aleyna. Deyir ki, həmən o kişi, ey Allahın elçisi, İslamın şəriəti, qayda qanunları artıq çoxalıb, çoxdur. Fəbəbun nətəməssəku bihi cəmi'. Elə bir qapı varmı ki, bunların hamısını özündə cəm eləsin. Əhatəli bir qapı varmı ki, bunu bizə öyrədəsən və o bütün o İslamın qayda qanunları da, şəriəti də bizə asanlaşsın. Qal, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, La yəzəlu lisanəkə ratbən min zikrillahi azza və cəllə. Dilin Allahı zikr etməkdən həmişə yaş olsun. Dilin Allahı zikr etməklə həmişə yaş olsun. Yəni, həmişə daim Allahı zikr elə. Şeyx Abdülməhsin Abad Hafizullah buyurur ki, burada deyir, bu kişinin gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, sual verməsi və Peyğəmbər sallallahu aleyhi ve sellemin əshabının, səhabələrinin din məsələləri haqqında verdiyi suallardan sadəcə bir nədir? Bir sualdır. Necə ki, başqaları sual verdi, bu sahabə də sadəcə sual verdi. Burada Şeyx Abdürazaq Hafizullah bir dənə gözəl bir nöqtəyə toxunur. Sahabələrin Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı olan ədəbləri, gözəl əxlaqlarına işarə vurur. Bax, bu hədisin rivayətində bu deyir, bəllidir. Bax, ərəbcə ardıcılığa bax. Ətən nəbiyyə sallallahu aleyhi və səlləm raculun. Peyğəmbər sallallahu aleyhi və səlləmə bir kişi gəldi. Bax, ardıcılıq belədir. Gəldi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına bir kişi. Amma əslində necədir? Ətər raculun ilən nəbi sallallahu aleyhi ve sellem. Bir kişi fail, biri əvvələ keçir. Məf'ulun bihi, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəldi. O artıq sonunda olmalıdır. Əslində ardıcılıq belədir. Kişi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir. Ravinin dil ədəbindəndir ki, sahabədir də. Sahabənin ədəbindəndir ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem adını önə çəkir. O kişinin adını axıra salır. Məna dəyişmir. Yenə də məna biz başa düşürük. Orada raculun damma olanda biz bilirik ki, fa'ilin marfudur. Ali. Fa'ilin marfu. Və aləmətu rafihi alə axirihi. Amma ən-nəbiyyə nasbdır. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldi. Bu deyir, sahabənin Peyğəmbər sallallahu aleyhi ve sellem olan gözəl ədəbidir. Görək, hətta ləfslərində belə Peyğəmbər sallallahu aleyhi ve selləmi ucaldırdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem hörmət edirdilər, onu məkanını qoruyub saxlayırdılar. Səslərini qaldırmazdılar Peyğəmbər sallallahu aleyhi ve sellem yanında. Və həmçinin zikr eləyəndə onun adını zikr eləməzdilər. Ya Muhammed deməzdilər sallallahu aleyhi ve sellem. Daim deyirlər, ya Rasulullah, ya Nəbiyallah. Görürsən, ey Allahın elçisi, ey Allahın Peyğəmbəri deyə xitab eləyərdi. Bax, burada da ya Rasulullah, ey Allahın elçisi deyir. Həmən o gələn kişi də o cür sual verir. Hətta olan eləsi var idi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yaşlıydı, eləsi var yaşlıydı, eləsi var dostuydu. Baxmayaraq ki, dostuydular, Peyğəmbər sallallahu aleyhi ve sellemlə hörmətlərini qoruyub saxlayırdılar. Bu faydalardan biri. Çox adam məsələn gözündən yana heç buna fikir vermir də, gəldik. Amma Şeyx Abdürazaq deyir ki, bu deyir, bu qədər incə məqamlar var, amma deyir, bu onların əslində düşünərək elədikləri şeylərdir, dəyişikliklərdir, yerlərində. Onlar bilərək bunu eləyirlər. Fikir ver.
Deyir ki, və bu da deyir, həmən bu səhabələrin bu cür dinlərini öyrənmək üçün bu cür suallar vermələri nədir? Onların bir işi gözəl bir şəkildə öyrənməklərinə olan hərislikləri idi. Öyrənirdilər, dinin bütün təfsilatlarını öyrənirdilər və bütün xeyirlərə həris idilər. Və burada qardaşlar, həmçinin deyir şərai, yəni bu İslamın əhkamları, şəriətdir, çoxalıb. Burada deyir məqsəd nədir? Nafilələr. Fərzlər yenə nədir? Öz yerindədir. Burada söhbət nafilələrdən gedir ki, yəni çoxalıb. Və həmçinin burada deyir, indi bax, bizim yanaşma tərzimiz var. Səhabələrə qarşı və həmçinin bu cür hədislər qabağımıza çıxanda sizcə bu səhabə, yəni deyir ki, şəriət çoxalıb, bizə, yəni şəriətin şaxələri də belə çoxalıb, bizə elə bir qapı öyrət ki, yəni bunları hamısını cəm eləsin özündə. Yəni o şeyləri yaşamağa bizə rahatlaşdırsın. Yəni bu nə deməkdir? Yəni biz belə mi başa düşməliyik ki, əslində sahabə o şəriətin əvəzinə başqa bir şey istəyir? Elə bir şey istəyir? Yox. Xeyr. Bax, şeyx buyurur, deyir ki, Şeyx Abdurrazaq buyurur ki, burada deyir, məqsəd deyir, odur ki, sahabə deyir, öyrənmək istəyirdi ki, şəriəti qorumaqdan ötürü, şəriətin o digər, o çox olan, ətraflı olan, geniş olan qayda qanunları, əməlləri qorumaq üçün, daha gözəl bir şəkildə yaşamaq üçün bir qapı öyrətsin Peyğəmbər sallallahu əleyhi və səlləm ona. Ki, o qapıdan tutunduqca, o qapıya riayət etdikcə, o əmələ riayət etdikcə, şəriətin digər o əhkamları da, digər qayda qanunlar da ona rahatlaşsın. Görürsən mi? Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, dilin Allahı zikr etməklə yaş olsun həmişə. Subhanallahil-azim. Ona görə alimlər bu zikrin faydasına gətirirlər ki, zikr qəlbi yumşaldır, bədənə qüvvət verir, güc verir və digər əməllərə keçid üçün insana asanlıq gəlir zikirdən sonra. Yəni zikir insan üçün bunları nə edir? Asanlaşdırır. Burada deyir zikir də deyəndə qardaşlar nədir? Ümumi zikirlər var, bir də xüsusi zikirlər var. Ümumi zikir deyəndə buraya namazlar, Quran qiraəti, elm öyrənmək, öyrətmək, Allaha həmd etmək, səna etmək və onu tənzih etmək, yəni bütün nöqsanlardan uzaqlaşdırmaq, məsələn, Subhanallah deyirik. Allah bütün naqisliklərdən, bütün eyiblərdən nədir? Münezzəhdir. Yəni bunlarla nə edirik biz? Dilimizi yaş saxlayırıq və Allah Subhanahu wa Ta'alanı tənzih edirik. Allah Subhanahu wa Ta'alanın ona yaraşmayan bütün naqis sifətlərdən uzaqlaşdırırıq. Allahı təmizə çıxardırıq. Yəni sözlərimizlə etiqad eləyirik ki, təmizə çıxardıq. O məna ki, etiqadımızı təmizləyirik. Allah Subhanahu taala pakdır, müqəddəsdir. Onun ehtiyacı yoxdur bizim onu zikr etməyimizə, təmizə çıxartmamıza. Biz özümüzü təmizə çıxardıq. Yəni öz dilimizi təmizləyirik Allah Subhanahu taala təmizə çıxartmaqla. Yəni ki, biz Allaha qarşı etiqadımızda, əqidəmizdə təmizik. Allah Subhanahu taala qarşı yaraşmayan sifətləri ona nisbət etmirik. Ancaq ən gözəl, ən üstün sifətləri Allah Azza və Cəllə nisbət edirik. Və Allahı tənzih etmək deyəndə bu nəzər tutulur. Allahı paklaşdırmaq deyəndə, müqəddəsləşdirmək də bu nəzər tutulur. Yoxsa onsuz da Allah Azza və Cəllə müqəddəsdir, pakdır, ən ucadır. Düzdür? Biz bunu deyəndə biz öz etiqadımızı, yəni nə edirik? Təmizləyirik, paklaşdırırıq. Və Allah Azza və Cəllənin pak, müqəddəs, uca olmağını etiraf edirik. Bunu etiqad edirik və buna dəvət edirik. Və xüsusi zikirlərə də gəldikdə isə qardaşlar, birinci ümumi zikirə gəldikdə deyək ki, namaz kimi, Quran qiraət kimi, elm öyrənmək, öyrətmək və xüsusiyə gəldikdə isə məsəl üçün Elhamdülillah. Allah'a həmd etmək, tərifləmək və təsbih etmək və həmçinin dua etmək. Və deyir ki, alimlər deyirlər ki, zikirlə dua və yaxud da ki, adiyyəti vəl-əzkar və dualar və zikirlər, bunlar deyir, insan üçün asan olan əməllərdir. Asandır. Sadəcə dilinlə. Yəni, məsələn, namaz, durursan, dəstəmaz alırsan, bunun vaxtının girməsi var, üzü qibləyə, rükusu, səcdəsi, müəyyən əməllər. Həc və s. Sədəqə, hamısı müəyyən əməllər, səndən bir şey, maddi və ya
fiziki səndən nəsə tələb olunur. Amma zikirdə heç bir şey. Sadəcə dilvi tərbiyyədirsən. Subhanallah lazım. Sadəcə dilvi tərbiyyətməklə neysən? Zikr edirsən və Allah Azza və Cəllə buna böyük əcr verir. Baxmayaraq ki, sən dilinlə bunu sadəcə tərbiyyədirsən. O demək deyil ki, əcrin, bax, bilirsiniz qardaşlar, Allah Azza və Cəllənin o qədər rəhməti böyükdür ki, o qədər bizə xeyir verməyə, bizə əcr verməyə, bizim dərəcələrimizi yüksəltməyə hərisdir ki, Allah Azza və Cəllə əcri əziyyətə münasibləşdirmir. Yəni, əcrlə sənin çəkdiyin həmən o əziyyəti bərabər eləmir ki, yəni, çox əziyyət çəkirsənsə, çox savab. Az əziyyət çəkirsənsə, az savab. Xeyr, mütənasiblik, tərs mütənasib, belə o şeylər yoxdur. Fərqi yoxdur. Əsas ixlas. Sən əgər ixlasla Allah Azza və Cəlləni zikr etsən, az da olsa bir kəlmə, əlhəmdülillah, Allah Azza və Cəllə o sənin o zikrivi neyinir? Əcrini uzadır. Buna dair keçən dəfə bir dənə hədis oxuduq. Az bir əməl, amma Allah Azza və Cəllə o əməli böyütmüşdür. Hansı hədis idi? Kim xatırlayır? O başqa. Onlar əvvəllər keçmişdi. Vasiyyət-ı sonra zikirlərin növləri, o yox. Balaca bir əməl eləyirsən, Allah onu böyüdür. Hansı hədis idi? Bir neçə hədis bundan qabaq keçmişdi. Nə sadaqa vermişdi? Çisti sadaka, yəni halal sadaka verəndən sonra. İbrahim? Xurma. Nə tər demişdi hədisdə? Tamamlanan xurmanın yarısıydı. Aha. Ben sahabelerimin verdiği bir avuç. Yo, o başqa. Yo, o başqa. Böyüdü, Asla. Allah onu məncədir inşallah. Cənnətdə bir ağac. Yox. Yox, böyüdü. Deyir ki, sizdən biriniz öz pak qazancından bir xurma dəyərində, bir xurma və ya xurma dəyərində sədəqə verərsə, fikir ver. Allah Azza və Cəllədir, onu sağ əli ilə qəbul edər. Onu deyir, sonra böyüdər. Sizin deyir, biriniz öz at balasını necə böyüdür? Anasız qalmış at balasını insan, o sahibkar necə belə həvəslə, qayğı ilə böyüdür. O cür deyir, Allah Azza və Cəllədir, onu böyüdər, hətta dağ boyda edər. Xatırladınız hədisi? O hədis ona dəlalət edir ki, qardaşlar, yəni əsas ixlasdır. Əsas ixlasdır. Sən əsas ixlasla elə əməli. O ixlasına görə Allah Azza və Cəllə onun əcrini artırır. Bax, biz bilirik ki, yaxşı əməllər 10 qat artır. Və sonra 700 qatına görə, düzdür? Amma bir xurmanın ən kiçik gördüyünüz dağı fikirləşin. Nisbətini. Bir xurma ilə həmən o dağın nisbətini. Azı çoxaltması. Bir xurma dəyərini dağ qədər böyüdür Allah Azza və Cəllə. Bir xurmanı böyüdür, dağ qədər eləyir sənə və qiyamət günün əcrini verir sənə. Baxın, qardaşlar, bu Allahı zikr etmək barəsində və Peyğəmbər sallallahu aleyhi ve səlləmin bir hədisi də var. O da Sahih Buxaridə gəlir. Deyir ki, Sahih Buxaridə ən son hədisdir. Sahih Buxaridə ən son gələn hədis deyir ki, kəlimətəni həbibətəni ilər-Rahman. İki kəlmə var ki, Rəhmana çox sevimlidir. Ən sevimli olan. Xafifətəni aləl-lisən. Dilə çox yüngüldür. Bu iki kəlmə dilə yüngüldür. Thəqilətəni fil-mizən. Mizanda isə ağırdır. Baxmayaraq ki, dilə yüngüldür. İnsanda belə şey gələ bilər də. Yəni ki, dilə yüngüldsə, əcri də az olur. Peyğəmbər s.ə.v günə gözə izah edir. Thəqilətəni fil-mizən. Baxmayaraq ki, dilə yüngüldür. İki kəlmədən ibarətdir. Amma mizanda ağırdır. Onlar da hansı kəlmələrdir? Subhanallahi və bihamdih və subhanallahil azim. Subhanallahi və bihamdih, subhanallahil azim. İkisinin də əvvəlində subhanallah gəlir. Yəni Allah pak və müqəddəsdir və həmdə tərifə layiqdir və eləcə də əzəmətli Allah yenə də pak və müqəddəsdir. Deməli qardaşlar, bax İbn Teymiyyə rahimehullah, Şeyx Abdurrazaq deyir ki, İbn Teymiyyə rahimehullah sübh namazından sonra deyir, duhaya qədər deyir, oturub sadəcə zikr eləyərdi. İbn Teymiyyə rahimehullah oturardı sübhdən deyir, sonra duhaya qədər zikr eləyərdi. Ona soruşanda ki, yəni sadəcə zikr eləyirsən də bu vaxtda deyir, bu deyir mənim qidamdır. Sanki o səhər o enerjini alır, o imanı gücləndirir, o qidasını, mənəvi qidası ondan sonra gününə başlayır. Fikir verdiksə qardaşlar,
Bax, burada nə qədər hədislər keçdi və İbn Rəcəb Rahiməhullah da bir çox hədislər gətirdi, düzdür? Ən sonda bu hədisi gətirdi. Və bu da İbn Rəcəb Rahiməhullahın hikmətinə, elminə dəlalət edir, qardaşlar. Xitamdır da, bu artıq bitdi, kitab bitdi. Sonda bu hədisi gətirir ki, yəni baxmayaraq ki, biz bu kitabda nə qədər əhkamlar öyrəndik, nə qədər baxmayaraq ki, şəriətdə bu qədər genişdir. Bu qədər, yəni faydalı əməllər var, işlərindən insana, nəfsinə ağır gələnlər var, yüngül gələnlər var. Amma bunların hamısını özündə cəm eləyən, onları yaşamağa, onlara əməl etməyə insanı asanlaşdıran nədir? Ən asan olanıdır. Allah Azza və Cəllə ən asan olanı ən çətinlərə bir qapı eləyib sanki, onları da asanlaşdıran eləyib. O da nədir? Allahın zikri. Sadəcə dilini zikirlə deyir. Yaş tut, dilin həmişə Allahı zikr etsin. Və biz baxanda, məsəl üçün, müsəlman qalasında dualara, əslində hər zaman ediləcək zikirlər var. Evdən çıxanda zikir var, evə girəndə zikir var, minəndə zikir var, düzdür? Bir toplumun yanına gələndə zikir var. Əslində, məscidə girəndə, məsciddən çıxanda, hər yerdə zikirlər var. Və yaxud da ki, adi bir oturmuşsan boş, zikirlər edirsən. Subhanallah, elhamdülillah, subhanallahil azim, subhanallahi və bihamdih. Ən əzəmətlidir və mizanda deyir, ağır gəlir. Bax, sən savab qazanmaq istəyirsən də və Allah Subhanahu taala sənin əziyyət çəkməyi, illa ki, savab qazanmaq üçün qan, tər tökməyi istəmir. Allah Azza və Cəllə sadəcə ixlasla onu zikr etməyi, onu xatırlamağı istəyir. Çünki bax, bu zikir sənə o digər işləri də etməyə asanlaşdırır. Düşün ki, insan həmişə zikr eləyir. Allah onun hər gün, hər an xatirindədir. O artıq günahlardan uzaqlaşır. Və istəyir ki, digər xeyir əməllərə yönəlsin. Düzdür? Təsəvvür et ki, zikirlər bu cür müstəhəb, nafilə zikirlərdir də bunlar. Bunu eləyən insan, daimi bir şəkildə nafilələrdə davamlı olan bir insan, fərzlərdə necə olar? Fərzlərdə ondan da hərisli bir şəkildə, düzdür? Deməli, o fərz əməllərdə daha hərisli. Və həmçinin axardan başlayanda da, belə deyək ki, sondan başlayanda da, bu baxmayaraq ki, bu zikirlər çox asan və nafilədir, nafilə zikirlərdən gedir söhbət, onlar səni o digər dərəcə etibarla yüksək olan o fərzlərə də səni asanlaşdırır. Ona görə, yəni alimlər deyirlər ki, bu nədir? Zikir insanın bədənini qüvvətləndirir. Baxsan, insan düşünür ki, mən bədənimin qüvvətlənməsi üçün mütləq yeməliyəm, içməliyəm, idman eləməliyəm, məsələn, o başqa. Bir də var ki, lap deyək ki, sənin belə gücün də var, qüvvətin də var, hər şey var, enerjin də var, qarnın da tox. Amma Allah üçün bir əməl etməyə səndə o güc yoxdur. Bax, o zikir sənə o gücü gətirir. Subhanallah lazım. O gücü, muskulun gücündən getmir. Burada mənəvi güc. Mənəvi güc var ki, hansı ki o mənəvi güc sənə o digər fiziki gücü də istifadə eləməyə səndə nə verir? Sənə bir ruh verir sənə. Sənə bir dəstək verir. Bax, bu zikir odur, qardaşlar. Zikir odur. Burada da yəni sahabənin soruşması və Peyğəmbər sallallahu əleyhi və səlləm onu zikrə yönəltməsi, digər əməlləri etmə, sadəcə zikr et. Elə deyil. Zikirdə davamlı ol, o digər əməlləri də onsuz da sən edəcəksən. Çünki bizim dinimizdə artıq heç bir əməl yoxdur, qardaşlar. Hamısı xeyirdir. Hamısı xeyirdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bizi ancaq xeyrə yönəldib və bizi ancaq şərdən çəkindirib. Peyğəmbər sallallahu əleyhi və səlləm nəyi qadağan edibsə o şərdir. Necə ki, bidətlərdən çəkindirdiyi kimi. Və kullu muhtəsətin bid'a. Hər bir yenilik bidətdir. Və kullul bid'ati dalalə. Və hər bir bidət də azğınlıq diyorsan, çəkindirir. Bizi çəkindirirsə deməli nədir? Burada şər var. Amma baxırsan tövsiyə etdiyi sədəqələr, namazlar, ibadətlər, düzdür dualar, zikirlər, hamısı faydalıdır, hamısı xeyirlidir. Və bizə də nə lazımdır? Həsənətlərimizi artırmaq. O həsənətləri artırmaq üçün ən ağır gələn şeylərdən biri zikir. Uca Allahdan əlimizdə eşitib faydalanadınız. Allah subhanahu ta'ala bizləri Peyğəmbər sallallahu aleyhi ve sellem bu gözəl nəsiyyətdən rəayət etməyə müvəffəq eləsin. Dilimizi həmişə onu zikr etməklə yaş tutmağa bizlərə müvəffəq eləsin. Əgər ona müvəffəq olsaq, inşallah ki, digər əməllərə də Allah subhanahu ta'ala bizi müvəffəq edər. Çünki bu, insanın ən çox qəflətdə qaldığı şey həmən bax bu məqamlardır. Boşluq. Deyək ki, gündə 5 vaxt namazını qıldın, sonra saatlarla boş vaxtlar. Sən o vaxtlarda o qədər qəflətə düşə bilirsən ki, o qədər insan günaha düşməsi onun qəflətə düşməsindəndir. İnsan bir günaha düşürsə, birinci qəflətə düşür, sonra günaha düşür. Amma sən dilivi daima Allah'a zikirlə yaş tutsan, deməli qəflət yoxdur. Sən fərqindəsən hər şeyin. Allahın səni görməsini, eşitməsini, bilməsini, hər şeyi sən
yəni fərqindəsən. Artıq sən neysən? Günahlardan çəkinirsən və xeyir əməllərə yönəlirsən. Hoca Allahdan deyirəm ki, və bu fərqindəliyi bizi müvəffəq eləsin ki, biz Allah Subhanahu taala bizi daim görməsini, eşitməsini, bizi nəzarət etməsini daim fərqində olaq, hətta xeyir əməllərə də müvəffəq olaq. Və subhanəkallahumma bihamdik və əşhədü en la ilahe illə ent əstəğfiruke və etûbü ileyk. Və şeyx də buyurur ki, axiruş şərh, bu da bu kitabın şərhinin sonudur. Velhamdülillahi rabbil alamin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Və sallallahu və səlləm və bərək alə abdihi və rasulihi Muhammedin və alə alihi və sahbihi.